Seyfettin doktor, siz hansı musiqiləri sevirsiniz və belə deyək, o arılarla, zəlilərlə, qurbağalarla, bu prosedurlarda, bu proseslər, yəni ki, onlarla işlər görürsünüz də, təbii ki, yəni çarəni insanlar onda tapır, sizin əlbəttə ki, biliyinizdən, əllərinizdən. Həmin vaxtda hansı musiqiləri sevirsiniz, kimləri dinləyirsiniz? Mənə maraqlı. Valla, mən bütün musiqiləri sevirəm. Həm başda saz olmaqla təbii ki. Çünki biz doğulanda baş beşiyimizin üstündə saz asılır. Yəni, biz saz ruhunda böyürük. Ruhum musiqi iləndir. Yəni, şeir və musiqi mənim həyatımdır. Elə bitkilər var ki, bilirsiniz də, tutaq ki, axşam açılır, səhər yumulur və elə bitkilər var ki, o musiqi təsir edir onun açılmasına. Yəni, eləcə də canlılar. Təsəvvür edin, hava istidir. O minlərin içində minlərlə arı qanad çalır ki, onun balası yaşasın o istidə. Arılara sərinlik olsun. Sayqa xanım, böyük Bəxtiyar nə deyib? Deyir, mən bir gülü yox, güllərin çələngini sevirəm. Mən bir rəngi yox, göylərin min rəngini sevirəm. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm. Həyatı həyat kimi yaşamaq istəyirəm. Həyatı həyat kimi yaşamaq üçün mütləq gülün də, bülbülün də, musiqinin də, həyatın bütün nöqtələrini sevməlisən və qəbul eləməlisən. Bu gül Finiks bitkisinin gülüdür. Bu çox möhtəşəmdir, yəni min bir dərdin dərmanıdır. Bunlar Azərbaycanda olmur, xaricdən gətirilir. Təsəvvür elə, qaynar su olsa əgər, qaynar suyu sudur. Hə, bilirəm. Qaynar suyu atsaq, çox qısa müddətdə, çox ani olaraq bu verir öz vitaminlərini, rəngini, tərkibini. Bu, həmi şəkər xəstəliyində çox gözəl effekt verir. Həmi qan təzyiqini normallaşdırır, həmi də arıqladır. Arıqlamaq üçün çox gözəl bir vasitələrdən biridir. Təbii sularda bölünmür ki, təbii sular üzrə saç həkimi, təbii sular üzrə böyrək həkimi, ürək həkimi, əsəb həkimi burada bölünmür. Amma daha çox mənə elə gəlir ki, sizə migrenə görə müraciət edirlər, allergiyə görə, ən çox da revmatizmaya görə müraciətləriniz olur. Dediyiniz çox düzgündür. Niyə? Çünki migren xəstəliyinin dünyada müalicəsi yalnız bizdədir. Azərbaycanda premium xəstəlikdir. Başqa yerdə olmadığı üçün ən çox ondan müraciət edirlər. Bu dili bilən adamlar dünyanın hər yerindən gəlirlər, Sayqa xanım. O ki, qaldı zov xəstəliyi, yenə də zov xəstəliyinin bu gün başqa xəstəliklərdən fərqli olaraq əməliyyatla canı qurtarmır. Əməliyyat olan adamlar ömrü boyu həb qəbul edirlər, hormonal həblər qəbul edirlər. Ona görə gəlirlər bizdə qurbağa ilə, arı ilə, təbii bitkilərlə, təbii məlhəmlərlə müalicə alırlar. Və eyni zamanda o dediyinizdə yenə də deyirəm, saçdan dırnağa qədər təbii sularla müalicəsi mümkün olan, hətta bəzən müasir tibblə müalicəsi olmayan adamlar da müraciət edirlər. Çünki, biri elə mənim məsələn, əlimdə olan məcun. Bu məcun min bir dərdin dərmanıdır. Bu gün insanların ən böyük problemi olan immuniteti qaldırmaq üçün, qaraciyər təmizləyir, genetik pozulmaları aradan qaldırır. Bəzən görürsünüz ki, eyni zamanda bir mənalı şəkildə sinir sistemini gücləndirir. İnsanlar var, bir gün görürsünüz, qapılırlar özlərinə, nevrozlar var, onlarda çox gözəl effekt verir. Yəni, ona görə də bu məcundan da geniş şəkildə istifadə edirik. Uzun müddətdir və insanlar artıq onun nəticələrini bilirlər və qonşu kanallarda da izləyirlər, istifadə edirlər.